Salam dostlar, mən Toğrul Ahmed. Nə qədər vaxtı video çəkmirdim. Dedim bugün bir video çəkək. Aylardır video çəkmirik, həftələrdir video çəkmirik. Bu yeni video gəlsin. 112-də qarajdan çıxarırıq. Bu arada qeyd edeyim ki, basovkanı istəyirəm düzəldim, çuxolunu. Bir də ki, bəzi yerləri görürsünüz, buna germetikləmək istəyirəm. Germetikləmək. Görək, bugün fikirləşirəm ama. Bu da bagajın qırağıdır. Maşında kraskası da yaxşı olmayıb deyə biraz həvəsdən düşmüşəm, ona görə biraz gec gəlir videolar. Amma inşallah yaxın müddətdə təzədən kraskalamaq istəyirəm maşını. Özünüz bilirsiniz yəqin, kraskalamışdıq bir ara. Problemlər yaşandı, amma düzələcək. Müvəqqəti çətinlikdir. Yağın ışıq deyəsən biraz gec söndü, hə? Çoxunuz soruşurdunuz, kuluşter xorulduyur mu? Onu göstərəcəm, görək xorulduyur mu? Necədir? Effekti. Bilirəm, bu dəqiqə çox vızlayırsınız ki, həmin kuluşteri kraskalar. Neçə dəfə kraskalamışam, prosto kraskası qalmır üstündə. Bu arada dostlar, magnetofonum da, 2 dənə magnetofonum qalıbdı. Bir dənə effektə baxın. Gördüğünüz kimi kolonkanın biri de cırılıbdı. Onu da germetikleyeceğim. Yüngülvari. Yavaş yavaş tərpənək də qardaşım. 1. Ləzzət eləyirəm. Mexanikanın yeri başqadır qardaşım. Özə sürəti öldürməkdən ötəri skorsu yüngülləşdirirsən. Deski bir də ki, çəkdin. Svetofor məsələn qırmızıdır, eski 2'ye verdin, sürəti aldın. Konkret ləzzət edirdi, onun üçün mexanikanın yeri başqadır. Qırmızıya baxın. 9, 8, 7. Gördünüz vaxt azalır, riski 1'e verdiniz, gözlədiniz, muftayla qazı tənzimləyirsiniz, 2'də çıxdınız, pavorotunu sağa yandırdı. 1 riski bir də 2. Geçdi. Gördünüz benim kam dayanıbdı, bir dənə signal. 4. 60'dan sonra 4'dür də qardaşım. Amma gördünüz aborot yığmaq istəyirsiniz 3000'ə. Sonra da difer deyir, səndən söhbət eləyir. Belə bir dənə koja parça almışam ki, basovkanın qıraqlarını yığaq. Hazırda da basovkanı göstərirəm sizə, cırılıb hər tərəfi, çox pis gündədir. Bərbad görsənir, ona görə mütləq şəkildə bunu çuxollamaq lazımdır. Son vəziyyəti də budur. Hazırda görürsünüz necə qəşəng çuxollanıb. Daha doğrusu əvvəlkinə baxanda daha qəşəng görsənir mənim fikrimcə. Bəs sizcə necə görsənir? Mütləq şəkildə kommentlərdə bildirin və cırığı da göstərirəm. Burası cırılıb, burada germetik vurmaq istəyirik. Artıq germetiyi də vurduq, kleylədi. Düzdür, səliqəsi görsənsə də əsas bunun işləməsidir. Görünüşə o qədər önəm vermirəm. Əsas odur ki, səliqəli və rahat şəkildə işləsin. Bundan başqa kolonkamızı da germetiklədik və qurumasını gözləyirəm. Hardasa minimum 2 saat gözləməliyik, amma mən daha çox gözlədim ki, tam şəkildə qurusun. Bu işləri görərkən təəssüf ki, rayonumuzda Tofaş markalı avtomobil də yanıb. Bunu da dedim ki, çəkim sizlərə də göstərim. Allah yiyəsinə kömək olsun. Heç kimin başına belə hadisələr gəlməsin inşallah. Təəssüf ki, burada da bədbəxt hadisə baş verir. Deyilənə görə qaynaq işləri aparılarkən alov atılıb alışır. Ona görə də həmişə ehtiyatlı olun, belə şeylərdən qoruyun maşınınızı. Allah hər birimizə kömək olsun. Burada da yanandan sonra maşının son vəziyyətini görürük. Təəssüf ki, çox yararsız hala düşüb. Necə də gözəl, qəşəng maşın idi. İnşallah yiyəsinə bundan da yaxşılar qismət olsun. Qismət beləymiş. Dostlar, kolonkaları germetiklədik. Dedik ki, gələk Zaktalaya görək nə var, nə yox. Bu arada yanımızda kim var? Salamünaleyküm. Tanıdınız mı? Həbil ol Mahmud, SSR idman ustası. Arkada da Pünhan var. YouTube'a gedəcək ha video. İnşallah. Qaliklər getdi, göndərdi. Gəldi. Qulaq as. Bəli.
Sabah gəldi çıxabildi. Mahmud yeni maşın alıbdı. Xeyirli olsun Brat. Sağ olun. Allah razı olsun. Day maşını. Bir hafta münasatım xeyirli olsun. 5-10 Heyecanlanma Brat. Bizim elə dünya malına gözümüz yoxdur. O ildə qəşəng. Dəmirdən başqa bir şey değil bizdən. Текала с гуся вода с двумя головами. Таков нынче образ. Матуш. Nədir bu maşın markası? Bilmirəm, bırak pul çox idi, gözümü bağlayıb əblə aldım. Kara geceler üzerime titreyen birçok sözüm. Gənclərə nə məsləhət görürsən? Hə? Yiyin, için 5 manatınız varsa 1 manatda borç tapın, 6 manat yiyin, onsuz ki ölüb gedəsiniz, hiçbir şey. Qaytarsınlar və borclarını. Yox qədər, mümkünsə ölsün. Vay da maşın alandan sonra mən qapısını bağladım mı? Günhan biraz utancaqdır, kameralara danışamır amma Mahmud qafiyə deyəndir də. Əvvəl Zaktalaya gəldik ki, perodoklu maşınlar zat görək. İndi yoxdur, maşınların hamısı standartdır. Vazlardan Dinamarkaya keçiblər. Hə, İnamarka. Kayfı başqa. Biraz Zaktalaya gələndə, yəni 3 dənə yerə gedirik də. Meydan, Heydərliyev Parkı, Qaladüzü, Fisyon. Abi, bir də bugün təzə dönəş tapdım. Başqa gələsi, gəzəsi məkan varsa Zaktalalar şərhdə qeyd edəsin. Çar. Mükəmməl bir yer. Yəni gedib sonra orada daşlıq restoranı var. Yox, Şəxsən özünü cara eləyirdi. Zaktalan sırf özünə gələndə bir dənə meydandır, Qaladüzüdür, Heydərliyev Parkıdır, başqa gedəsi yer yoxdur. Evet, evet. Nara Zaktala'da indi bir balaca böyükdür. Amma divijeniyası çox şey, yəni ticarət üçün belə deyildir. Görürsən, Zaktalada insanlar kaynaşıyor, bilər. Bəli. Zaktala görək. Həm insan olsun. Abi dəqiqə qalxdı, it uluyan. Dostlar, Mahmud gəlib ki, bura nəsə maraqlı bir şeyə minmək istəyir, prosto bilmir hansı aparata minsin. O qədər çoxdur ki, maraqlıdır ki, seçim Abi. arasında qalıbdı. Pulumuz yoxdur, ona gəlmək olmur. Sizin. Dostlar, Zakatala gecələdik. Artıq hava da qaralıbdır, düzgün görsənmir. Sağollaşmaq vaxtıdır. Bugünkü günümüz mükəmməl keçdi. Mükəmməl. Gəldik. İndi olmadı daha, başdan başla. Heç nə. Videomuz burada sona çatdı. Sağ olun, salamat qalın.